Sual verirlər ki, Kəbənin üzərindəki örtüyün mənası varmı və peyğəmbərin dövründə olubmu? Kəbənin üzərindəki örtüyə kisva deyirlər və Kəbənin örtüyü ümumiyyətlə İslamdan əvvəlki dövrə qayıdır. Yəni İslamdan əvvəlki dövrdə, cahiliyyə dövründə də Kəbə örtülürdü. Və İslam dini gələndən sonra da bunu iqrar etdi, yəni bunu təsdiqlədi və ondan sonra da Kəbə dövrümüzə qədər örtülür. Və bunun da hikməti Kəbə Allahın evidir, Allahın nişanələrindəndir və təzim əlaməti olaraq, hörmət əlaməti olaraq o örtülür. Necə ki, bəzi mənbələrdə rəvayət olunur ki, cahiliyyə dövründə Kəbə dəri parçaları ilə örtülürdü. Daha sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onu Yəmən parçası ilə örtməyi ənənə halına gətirdi. Sonra xəlifə Ömər və Osman onun, yəni bahalı Misir parçaları örtməyi buyurdular və daha sonra isə Həccac ibn Yusufun dövründə ipək atlas parça ilə örtməyə qərarı aldı və dövrümüzə kimi də qalın ipəkdən örtülür. Həmçinin ildə bir dəfə də dəyişdirilir və hikməti də bayaq qeyd etdiyim kimi Kəbə Allahın nişanələrindən sayılır, Allahın evidir və hörmət əlaməti olaraq o örtülür. Necə ki, Uca Allah Qurani-Kərimdə buyurur ki: "Zəlikə və men yu'azzim şə'airallahi fe inneha min təqval qulub." Kim Allahın nişanələrini uca tutarsa, hörmət edərsə, bu təqvadandır.